Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayırıq. Siz də maşın almaq, satmaq istəyirsinizsə, buyurub gələ bilərsiniz. Qardaş, Allah bazarınızı versin. Çox sağ olun, minnətdaram. Volga Qaz 31. Qaz 3110. Buyurun, məlumat verin bilək, necə maşındır maşınımız? Maşın yaxşı maşındır. 2008-dən özümdə olub. Yəni 2003-ün maşınıdır. 2-3 motordur. İkinci sahibsiz yoxsa sizdən əvvəl İkinci çox olub sahibi. sahiblər? Yox, ikinci sahibiyəm. İkinci sahibiyəm maşının. Yəni 2003-ün maşınıdır. 2008-də özüm almışam. 60 min probeglə almışam. İndi elə bir ancaq elə yəni kənd arası sürülüb də belə. İndi nə qədər probeg? İndi bu dəqiqə 305 mindir. 305 mindir. Yəni orijinal probegidir 305 min. Yəni maşında kosmetika ehtiyac var, perodok qaydasında, karofka qaydasında, motor qaydasında dəyişən detal yoxdur. Dəyişən bir dənə olub, o da detal sayılmır, bufer dəyişibdir. O da detal sayılmır. Bunlarda plasmas deyil, detal sayılmır. Motor 2.4'dür bunlardan? Yox, 2.4-dür, hə, 2.4 ZMZ motor. ZMZ motor. Bəli. Necədir motorun vəziyyəti? Motor yaxşıdır, səslənir qəşəng. Nə Yəni vaxt benzin yığdırdınız? işlətmək, bəli. Nə vaxt yığdırdınız mühərriki? Mühərriki xeyli vaxtı yığdırdığımız. Yığdırmaq da yığdırmaq olmuyor. Motoru yığdırmamışıq. Elə ancaq yəni belə bir dəfə qızdırıb şey olubdu, yəni prokladkasını dəyişmişik. Bir dənə başqa yəni problem bir şey olmuyor. Motor yəni vurmaqsa söhbət olmuyor. Yağ azaltması yoxdur. Yox, yox, heç nəyə yoxdur. Yağ yemək zat heç bir söhbət. Səsi yaxşıdırmı? Bəli, bəli, yaxşıdır hamısı. Yəni indi müştəri olarsa, yəni belə 4-5-ə deyirəm. 4-5-ə deyirəm. Yəni nömrəsini də gördünüz, nömrəsini də yəni istəyən olsa, yəni nömrəsini də sata bilərəm. Addelin nömrəni də sata bilərsiniz. Bəli, addelin nömrəni də. Nömrəyə bir qiymət qoymusunuzmu yoxsa? Nömrəni 2-5-ə deyirəm. Əgər istəyən olsa, yəni əlaqə saxlasana. Yəni maşından yarıya yarıdır, hə? Bəli, bəli, maşından bəli, yarıya yarı demək olar ki. Korobkası hamısı olur, qayda, bəli, 5 korobka. Atması yoxdur ki? Yox, heç bir. Diferdə səs yoxdur. Xeyr, heç bir səs yoxdur. Kənarlarında çürük görürəm. Kənarlarında bəli, çürüklər var. Ona görə dedim ki, kosmetikaya ehtiyac var. Altında yəni yoxdur. Altında heç bir çürük yoxdur. Bir dənə olan qapılarda olan çürüklər, başqa çürük yox heç bir. Perodokun səsi küyü. Perodokda elə əl gəzdirilməlidir. Yəni güclü bir səs küyü yoxdur belə. Amma əl gəzdirilməlidir. Rezinlər dəyişdirilməlidir. Bəli, cüzi əl gəzdirilməlidir. Təkərlər normalmı? Bəli, normaldır təkərləri. Maşınımızın dəyişilən deyirsiz yoxdur. Yoxdur. Detal, heç bir detal dəyişilmir maşında. Aynen, ön aynasında da bir dənə çatı var. Aypara şəklində, balaca bir çatı. Balaca da daş deyil. Sədəf boyda çıxdı. Şit təmizdir, eləmi? Şit təmizdir, bəli. Oturacaqlarda necə? Oturacaqlar parça oturacaqdır, xeyr, cırığı yoxdur heç nəyi. Yəni heç bir zədəsi yoxdur. Tərtəmiz oturacaqlardır, parça oturacaqlar. Aynalar əldən qalxır? Aynalar bu xeyr, bu əlləndə. Bəli, əlləndə. Pultu da varmı? Xeyr, pultsuzdur. Pultu yox. Bəli. Hə, maşınımızın da qiymətini deyirsiniz 4500-ə deyirsiniz. 4500-ə deyirəm. Real alıcı olsa, yəni razılaşma yolu ilə həll edə bilərik. Ha, nömrəni də ayrı sata bilirsiniz, üstündə də sata bilirsiniz. Sata bilirəm, bəli. Yəni bu vəziyyətdə 4000 təklif eləsələr, 4000 təklif eləsələr razılaşarıq. hara gəlsinlər maşınınızı görmək üçün? Ağcabədi rayon Kəhrizli kəndi. Ağcabəddə göstərə bilərsiniz. Bəli, göstərə bilərəm. Harada desələr gətirib göstərə bilərəm. Lap yəni real alıcı olsa, hara desə aparıb göstərə bilərəm. Uğurlar arzu edirəm. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Siz də sağ olun. Xeyir olsun qardaşım. Sağ ol, sağ ol. Nol 99. Maşınınızı satmaq istəyirsiniz. Bəli. Maşınınızın görünüşü həqiqətən yaxşıdır. Mən hər maşını tərifləmirəm, amma sizin maşına xoşum gəldi. Buyurun, məlumat vereyim bilək necə maşındır. Maşın 2003 maşınıdır, otur sürdü, yaxşı maşındır. Nə vaxtdan sizindir? 2 ildir. Etibarnamə ilə işlədirsiniz yoxsa? Yaxın adamdır, ildə bir dəfə davarını saldım da. Axırıncı dəfə nə vaxt aldınız? 1 illik almışım, təzə almışım. Yəni problem yaranmayacaq? Heç bir problem yoxdur. Lap yaxşı. Sənədlər qaydasında. Qaydasında, hər şey qaydasındadır. Alandan sonra xərcləriniz nə olub? Onları da bizə deyin. Demək, təkərini dəyişmişəm, yağın suyunu tək sürmüşəm də, yəni belə Xərcimiz olmuyor. xərcimiz yoxdur. İçindən belə də xərc lazım deyil. Mühərrik necə? Qəşəng. Yağ azaltması? Heç qramdır. Korobkada vəziyyət necədir? Atması yoxdur, yaxşıdır. Perodok, Saz vəziyyətdədir. qranatların səsi küyü. Heç bir səs-küyü yoxdur. Ekran necədir? Zavod qoyduğu ekrandır. Əl dəyməyib. Əl dəyməyib. Çox gözəl. Təkərlərdə təzə. Təzə, təkərlər təzə. Pol necədir? Zədəsi Gül yoxdur kimi, ki? heç nəyi yoxdur, gül kimidir. Lap yaxşı. Dəyişənlərini deyin bizə. Bir dənə qaba krıla dəyişib. Bir dənəsi mi yoxsa hər ikisi? Yox, bir dənəsi dəyişib. Hansıdır? Sürücü tərəf, sərnişin tərəf. Sağ tərəf.
Kraska da yəqin ki, kraskalanmış olar. Kraskalanıb ha, kraskalanıb. 20 ilin maşınıdır. Kosmetik işdə yoxdur Yox, məncə. heç nə yox. Aynalar təmizdir. Təmiz. Yox küzədəsi. Yox, heç birində. gül kimi. Şit də dəyişilib yoxsa özündə Yox, gələn özündə gələn şitdir. 0.15 şiti ilə Ha. gəlir. Hətta qapının tutacaqları da 0.15 ilə. Yox, bunlar dəyişilibdir. Onlar dəyişdirilmiş. Aha. Oturacaqlar da təmiz. Təmiz, səliqəlidir. Aynalar əllə qalxır, düymə görürəm. Punovka ilədir. Önlər yəqin ki. Hə, hə. Mərkəzi qapanma var mı bunlarda? Sentr zamok deyilir. Var ha. Pultu var yoxsa? Yox, buntu yox, gərək qonşdurasınız. Qiyməti də 7 min deyirəm. 7-yə deyirsiniz, endirim də var. Olar. 6-5-ə istəsələr. Vermək olar. Hara gəlsinlər? Ağcabədiyə. Uğurlar arzu edirəm. Qardaş, xeyirli olsun. Çox sağ ol. Mercedes C-Class. Bəli, C-Şkada Erik el arasında. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? İli 1994, 2 motor, mexanika, 5 korobka. Sizdə nə vaxtdandır? Bizdə hardasa 20 gün olar. Alıb satırsınız yoxsa? Bəli, bəli, bəli. Allah çörəyinizi Çox versin. sağ olun. Alandan sonra xərcləmisiniz maşınınıza? Bəli, çəkmişəm. Nələr düzəltdirmisiniz? Nələr düzəltdirsiniz? Salonlar gəzdirmişəm, kadavoyna, elektrik işi, motorun yağını dəyişmişəm. Motorun özünü yığdırmadınız? Xeyr, motoru açılmayıb. 450 min göstərir. Bəli, orijinal prospektidir. Motor üstə gələn motorudur. Sənətində heç bir problemi yoxdur. Çürüyü, pası yoxdur. Bizdən üzə, istəyən olsa öz üçün bəlkə kraskalada bilər. Motorun yağ azaltması necə? Xeyr, xeyr, qətiyyən 20 yox. gün içərisində yəni bilmək olur? Bəli, olur, bəli. Səsi də yaxşıdır mı hər iki? Qəşəng. Motoru, korobkası Korobka mexanikadır. 5 korobkadır. Atma yoxdur ki. Xeyr, xeyr. Difer necə? Səs yoxdur. Difer əladır. Neçə polunda vaxt siz çürüyü bu işin yoxdur. içərisində bir söz soruşum ki, bu Mercedeslərdə diferdə səs olur yoxsa heç Olur, hə, bilmirəm, olur. mu? Bəli. Hə, bir izləyici yazmışdı ki, soruşma. onun Yox, üçün olur. deyirəm. Olanda olur, amma bunda yoxdur. Polda vəziyyət necə? Çürük Polu pas üstündə nəsə olar, amma polunda heç nə yoxdur. olmasın. Peradokda səs küyü necə? Peridoku da yaxşıdır, normaldır. Təkərlər Təkərlər normaldır. yaxşıdır, hə. Gedər hələ ki. Elə belə müəyyən yerlərində cızıqlar falan da Hə, var. indi bu ferində zadında kapron sistemində belə də Kraska 94-ün maşınıdır. Gözəlləşdirmək üçün. Bəli, bəli. Amma dəyişən necə? Bilinmir ha bunlarda. Dəyişən hansı? Dəyişəni yoxdur məncə. Yəni mən də baxmışam, yoxdur. Maşınımızın luku da var, açıqdır hazırda. Bəli, işləyir. İşlək vəziyyətdədir. Kondisionerdə zavodskoy yoxdur. Kondisionersiz maşındır. Bəli, bəli. Hə, bax o iş pis oldu. Aynalarda vəziyyət necə? Aynalarda Qırıq-çatı yoxdur ki, hamısı heç üstə gələndir, yox. Qaba patpesa kimi üstə gələndə heç nə yoxdur. Aynalar düymə ilə qalxır? Bəli, dördü də. Dördü də düymə. Bəli, bəli. Elegansdır. Ha, şiti təmiz, Bəli. oturacaqlar görmürük. Yəqin ki, parçadır yoxsa? Parçadır, bəli. Yəni üstə Cıvıdı gələn söküyü. yox, heç nə yoxdur. Prosta yəni belə almışıq da belə. Maşınımızın qiyməti neçə? 5700 manata deyirik. 5-7. Bəli. 011 qiymətlə. İndicə 011-i deyirdi, elə paşt 5 minə deyirdi. Bəli, bəli, bəli. Endirim eləyəsiniz. Alan olsa hə. İndi cüzi olsa orada indi alanla satan arasında olur. Aha. Hara gəlsinlər? Bərdə şəhərinə. Uğurlar arzu edirəm. Çox qardaş. sağ olun, çox sağ olun. Siz də sağ olun. Qardaş, Allah bazarınızı versin. Çox sağ ol. 07 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat vereyim bilək necə maşındır maşınınız. Maşının ili 2004-dür. Sığorta, Tex motor, hər bir şey var. Altında, üstündə sürüyü yoxdur. Sizdə nə Korobka 5. vaxtdandır? 2 ildir bizdədir. Etibarnamədir yoxsa aformat elətdirmisiniz? Aformat elətdirmişik. Öz adınız olan Bəli. maşındır. 2 ildir də sizdədir. Bəli. Nə xərc qoydunuz? Aldıqdan Motorun sonra. yığdırmışıq. Yəni altında həqiqətən sürüyü nə olmayıb. Hə, nə də yoxdur. Motor nədir bunlardan? 06-dırmı yoxsa? 06. Necədir motorun vəziyyəti? Superdir. Çoxdan Motorda mı səs yığdırmısınız yoxdur. deyirsiniz, yoxsa nə zaman? Bir də yaxın. Yağ azaltma yoxdur ki artıq. Səs yaxşı. Xeyr. Mosta səs yoxdur, korobka ideal vəziyyətdə. Korobkada atma yoxdur ki, 5 olar da yəqin ki, eləmi? 5 korobka deyil. Diferdə də deyirsiniz səs yox. Səs yoxdur. Pulda çürük deyirsiniz yoxdur. Xeyr. Heç olmayıb ha? Yox. Olmasın. Bakalinləri, lanjonları hamısı zavodskoydur. Peradokun səs küyü necədir? Xeyr, yoxdur. Təzə yığdırmış bir də. Təkərlər elə bilirəm biraz Təkər zəifdir. zəifliyib. Biraz bir dənə təkər zəifdir. Aha. Dəyişilənlərini də deyin bizə.
Dəyişilən krılodur, üzdən dəyişilib, yəni bakaviniz adamsı yerindədir. İkisi hər ikisi dəyişib. Hə. Önlər yoxsa krellər? Bir solda işin. Sol sürücü tərəf. Bagaj. Yani bir Bagaj. olmalı için yani şimdi onun modelisinin bagajı. Aha, bagajın üstü dəyişilib bir də. Maşınınızın plaskasındakı normaldır, kosmetik şey yoxdur ki. Yox, kosmetik bir şey yox. Aynalar necə? Təmizdir, qırıq-çat yoxdur. Yox, qırıq-çat yox. Şitin üstəmə bağlıdır, yəqin ki çatlar var. Hayır. Özümüz üretmişim onu içeriye göstermek için. Oturacaqlarda vəziyyət necədir? Devam. Oturacaqlarda yaxşı. Aynalar əllə qalxır, yoxsa düymə? Podyomnik. Düymə ilə qalxırlar, işləyirlər. Pultu da var maşınınızın yoxsa? Pultu yox. Qiymət də deyirsiniz? Qiymət 4900 manat, real alıcı olsa endirim eləyərik. 4-5 istəyən olsa nə deyək? Xeyr, Vermirsiniz. yox. Hansı rayondadır? Kürdəmir rayonu. Uğurlar arzu edirəm qardaş. Təşəkkür edirəm. Siz də sağ olun. Qardaş, Allah bazarınızı versin. Sağ ol. 84-ün alan biridir. Karovka 1, Mossa səs yox, motor gül kimi. Otur zamı vur, sür geçsin. Nə vaxtdan sizdədir maşın? 5 aydır. Etibarnamədir yəqin ki. Hə, etibarlı. Sənədləri necədir? Sənədlər hamısı qaydasında. Alqı-satqıya problem yoxdur. Heç bir problem yoxdur. Təkərlər də gördüyünüz kimi 4 də təmtəzə. Alandan sonra xərcləriniz nə oldu? O hamısı bax orijinal magnetofondur, kolonkalar yığdırmışıq. Çin paxlava dərisi özünüzdə gördünüz. Belə problemsiz maşındır. Yəni otur sür geçsin. Maşını alıb yığdırıb satırsınızmı, yoxsa necə? Yox, prosta öz maşınımızı pul lazım deyə satırıq. Belə alıb satan alverçi deyilik, yox. Olar. Yox, prosta hə, o şeydir, prosta biz alverçi deyilik. Mühərriki nədir bunun? 1.5. Yox, 011 gedir. Yox, 01. 01 mühərrikidir. Sənədlə özünə Hamısı qaydasında. Qəşəng. Karobkada vəziyyət necə? Karovka da qəşəng, 5 karovkadır. Heç bir Dəyişilib şeydə, karovkası. heç bir şey. Nə Motorun səsi- yağ azaltması səsi yaxşıdır. Yox, yağ azaltması yoxdur başlıqda. Diferdə vəziyyət necə? Diferdə az müddət, azcana elə bir 100-dən yuxarıda görsən ki, çıxılı elə bir fikir verəndə uğultu var. Polda vəziyyət necə? Poldakı üstü nətərdir, polda elə. Özününki mi, yoxsa dəyişilmiş olar? Polu yoradın özününküdür. Danqırat yerlərdə salamatdır. Hamısı, bəli, hamısı. Peredokun səsi necə? Qəşəng. Bir dənə səs yoxdur. Nə qalıbdı maşınımızın detallarından? Qapı, krel, kapot. Hamısı əldən çıxıb, hamısı Yox, düzəldi. dəyişiləni Dəyişiləni dəyişilməyənləri. indi 84-ün maşınında. Təbii ki də dəyişilən olar. Hə, bizdən qabaq kim dəyişib onun yalandır. Dəqiq bilmirsiniz. Yox, Kosmetik dəqiq. şey yoxdur. Kosmetika bəzi yerlərində elə belə Yüngül var idi o da. yüngül var. Aynaları təmizdir. Qəşəng, Şit bir dənə. dəyişilib, 06 qoyulub, Hə. qırıq-çat yoxdur, eləmi? Fiat rol, Aha, o rolda yaxşı. hə, Oturacaqlar da yaxşı. paxlava hamısı da yığılıb qəşəng. Ha, ideal maşındır. Pult podyomnik olmaz bunun. Puntu qapıları putlandı bəli. Qiyməti neçədir? Qiymətin 3-5-ə deyirik. 3-ə istəyən olsa, Razılar, yox, 3-ə yox, 3-ə də vermiyorlar. razılaşmaq olar deyil. Hə, razılar. 3 Hansı kilo. rayondadır? Ağcabəd rayonu. Uğurlar arzu eləyirəm. Sağ ol, Allah kömək olsun. Qardaş, Allah bazarınızı versin. Sağ olun. Hyundai Sonata. 2000. Maşınınızı satmaq istəyirsiniz. Bəli. Özünüz də bizim kanalın izləyicilərindənsiniz. 100%. Allah sizləri var eləsin. Çox Bütün sağ olsun. izləyicilərimə salam göndərirəm. Yaxşı ki Hamılarına varsınız. salamlar. Kanala abunə olsunlar. Buyurun, maşınımız haqqında məlumat verin. Maşından haqqında Hyundai Sonata 2007-nindir. 2.4 motordur. 13-ə deyirik. Real alıcıya razılaşma olar. Nə vaxtdan sizin maşındır maşın? 2007-dən bizdədir. Elə bir atamın xalası qızında olubdur. İkinci sahibi sizsiniz. Bəli. Zavod maşındadır. Orijinal katalizator zaten. Hamısı üstündədir. Yəqin ki, tex pasportuna sizin adınız zaten, yoxsa etibarnamədir? Yox, öz adımızadır dərsin. Hə, öz adımızadır. Atan işlədir maşını. Bəli, bəli. Lap yaxşı. İndi də satıb daha yaxşısını almaq istəyirsiniz. Fikrimiz elə yox. Maşınımız 200 mini göstərir. Hə, hə, Originaldırmı, yoxsa bəli, bəli. nəsə çəkilibdir? Yox, yox, orijinaldır, yağız adı hamısı. Mühərrik deyirsiniz 2.4-dür. Bəli, bəli. Necədir mühərrikin vəziyyəti? Super. Maşında heç bir Yağ azaltmadır, Yox, yox, səsli. heç bir şey. Yığdırmadınız mühərriki. Yox, maşında heç bir problem yəni. Bilmirsən, sefdimi, remendimi? Yox, yox. Xəbərin yoxdur ondan. Sedan motordur da.
Avtomat korobkadır. Bəli, bəli. Gecikmə yoxdur. Heç birini. Kondisioner necə işləyir? Super vəziyyətdə. Kondisionerdir, peçidir. Hamısı işlək vəziyyətdədir hamısı. Peredokun səsi küyüyor. Heç bir şey. Ön çəkir də yəqin ki bunlar. Bəli, bəli. Qranatlarını heç dəyişmisiniz? Yox, yox. Maşında heç bir detal yox. Təkərlər də yaxşı. Təkərlər də təmiz təkərlərdir. Polda vəziyyət necədir? Super. Harasa dəyər, dağlar, Yox, heç bir şey. Yoxdur, heç bir. Dəyişənlərin hansıdır? Dəyişənlərim valla bilmirəm. Qapı, Ha. krel, kapot nəsə varmı? Yox, heç Vuruğu. Vuruğu bir dənə o bir tərəf qapısı sürtülübdür, onu da belə kaskalayıblar. Səliqəsiz kaskalayıblar. Kosmetik işi yoxdur ki indi. Yox, yox, bir dənə oradan başqa yox. O da elə Oranı belə şey. kaskatmaq lazım bunun, yoxsa? Bəli, bəli, bir dənə kraska lazımdır. Luk da var, Luk, şüşə hamısı. lukdur, hə? Bəli, bəli. İşləyir yəqin ki, açıqdır 100% hazırda. hamısı. Aynaları təmizdirmi? Hamısı. Çox cüzi bir dənə çıt dağı var, o da heç Hə, bilinmir. Ön aynasında. Hə, Şitin üstü təmiz, hə. parça salon, oturacaqların cırğı söküyü Heç yoxdur. bir şey yox. Podiumlikdə Multirol. Aha. Dördü də düymə ilə qalxır Bəli, bəli. aynaları. Bəli, bəli. Punt sistemi hamısı da işləyir. Əlavə də ki, yəqin kimi sual olsa sizi narahat eləyə bilər. Eləyə bilər. Qiyməti də 13-ə deyirik, aşağıda olar. 13.000 manata deyirsiniz. Bəli, aşağıda olar. Təxmin nə qədər? 700-800 manat. 12 verək. Olar. Biz təklif edirik ha. Hə. Özünüz bilirsiniz Heç də. bir şey. Hansı rayondadır? Ağcabədidə. Uğurlar arzu eləyirik. 90. Siz də sağ olun. Allah bazar versin qardaşım. Salam əleykum, çox sağ ol qardaş. 015 maşınınızı satırsınız. Bəli, bəli, satırıq. Buyurun, məlumat verin bilək necə maşındır? 2012-ci ildir, 95 min orijinal prospekti var. Sıfırdan bizdədir. Maşın bez kraskadır. Yəni şeydə göz qabağında baxa bilərsiniz. Neçə əldə almısınız? Zavoddan 2012-ci ildən bizdədir. 2012-dən sizdədir. Heç bir yerində boya dəyməyib. Aha. Maşında səlqəli işlətmisiniz. Bəli, bəli, hər şeydə öz göz qabağında, təkərlərə təzəliyir. Prospekt də deyirsiniz orijinaldır, Orijinal 95 min. 95 min, heç bir sistenkasında cırığı, söküyü yoxdur. Mühərriki necədir? Hər şey qaydasındadır. Yığdırdınız mühərriki yoxsa? Yox, 95 min prospekti var. Əl dəyməyib. Əldə, heç birini əl dəyməyib. Zavod Deyirəm bəlkə maşını. çox saxlamısınız, nəsə problem yaranıb da maşında. Necə? Çox saxlayanda deyirəm bəlkə problem Yox, yaranıb. xeyr, yəni az sürülüb maşın. Mühərrikinin yağ azaltması yox. Xeyr, heç Korobkada bir şey vəziyyət yox. necə? Hər şey qaydasındadır. Zavod maşını, bir sıfırdan maşın alırsınız. Yəni çəkib də baxa bilərsiniz. Peredokun vəziyyəti. Hər şey əladır. Qranatlar dəyişildi heç? Dəyişdirmişəm hə. 1 manat belə xərci yoxdur. Peredokda səs yoxdur. Yoxdur. Təkərlər yaxşıdırmı? Təkərlər də yaxşıdır. Hər şey yaxşıdır, qaydasındadır. Pola baxmadınız, çürüməyə başlamayıb ki. Yox, xeyr. Altı üstündən təzədir maşın. Dəyişiləni yoxdur. Dəyişən heç bez kraskadır maşın. Boyası yox. Heç boya da vurulmuyor. Xeyr. Hazırda kosmetik işi yoxdur ki, Xeyr, cızığı, xeyr. parlovkalıq işi. Parlovka olunub, hər şey qaydasında. Aynalarda vəziyyət necə? Təmizdirmi aynalar? Təmizdir, hamısı hər şey qaydasındadır. Şiddəki elə biləm yaxşıdır, hə? Şiddə yoxdur ki, zədə. Yox, heç nə yoxdur. Tərtəmizdir. Maşın Də- stenkalarından çəkin, zəhmət olmasa. Telefon yerdə yapışdırmısınız deyəsən. Hə, bir dənə. Sizin oturacaqlar da təmiz. Təmizdir, hər şey təmiz. Düymə ilə qalxır, elə? Bəli, aynalar düyməylə qalxır. Maşınımızın pultu necə? Pult olur bunlarda? Yox, zavod sentralni zamok. Mərkəzi qapalı. Mərkəzi qapalı. Qiyməti necə deyirsiniz? 11 min manata deyirəm. 11-ə deyirsiniz. Endirim də eləyəsiniz. Eləyəcəm, bəli, razılaşma olacaq. Təxmin nə qədər? Olacaq 10 min manata qədər yeri var. Görmək istəyən hara gəlsin? Görmək istəyən Bərdə bazarına. Yox, indi Bərdə bazarındayıq da, sabah olmayacaq burada. Ucar rayonuna. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Siz də sağ olun. Qaldırmaq olar bu alt hissəsi. Tamam. Yox, elə oradı qaldır, birində qal, onu da qaldır. Aha. Qardaş, Allah bazarınızı versin. Sağ ol, çox sağ ol belə. 07 maşını satırsınız. Bəli. Buyurun, məlumat verin, bilək necə maşınımız? Maşın super maşındır. 2010-un maşınıdır. 8600 manata deyirəm. Nə vaxtdan sizindir maşın? Maşın 20 gün olar. Alıb satanam mən. Hə, Allah çörəyinizi Sağ ol. versin. Lap yaxşı. Alandan sonra xərc çəkmisiniz maşınınıza? O çəkmişəm, salonu səliqəyə salmışam, rolu dəyişmişəm, təkərləri dəyişmişəm, yağlı filtri dəyişib. Əl gəzdirirsiniz, Hə, sonra da bəli, satırsınız. Əsas odur ki, alıcıya məlumatı düzgün çatdırar. Yox qardaş, hər bir Sonra şey inciməsin düzgündür. də. Maşının da offşut detallarından dəyişəni bir dənə bu krulonun yarımçıq ucluğu dəyişib. Sürücü tərəf krelin
Bir hissəsi Hə, dəyişir. sol tam tərəf qabaq dəyişilməyib. krilin bir dənə ucluğu dəyişibdir. Qalan Motorun 06 yəqin ki bunlar. motoru, karobkası, peridoku, mostu, hər bir şey idealdır. Sənədlər hamısı 1 illikdir Tex Motor Svorta. Cərməsi radarı yoxdur. Aksatda yəni- yəni problem olmayacaq. Heç bir problemi yoxdur. Motorun yağ azaltması Heç deyirsiz yox. nə yoxdur qardaşım. Yəni maşını alan Yığılmış olar motor yoxsa? yəqin ki 2010-cu ilin maşınıdır. Heç olmasa bir dəfə yəqin ki yığılar. Karobkada yaxşı deyirsiniz. Hər bir şey Diferdə gözəldir. səs. Heç Bunlarda adətən xəstəlik olur. yox, o xəstəlik olan səsi də yoxdur bunda. Polda yaxşı. Ürəyin istəyən 6 dənə orijinal kolonkası, maqnitofonu, salon zadı öz zavod silinlərdir. Peredokda səs-küy yoxdur. Heç nə yoxdur qardaşım. Yəni drajeniyasıdır. Ha maşın çox ideal maşındır. Təkərlərdə təzə. Təptəzədir təşəkkürlər. Kraska da tam kraskalanıb deyirsiniz. Kraska krişadan aşağı detallı kraska var. Hə, bel özününkidir. Hə, özününkidir. Aynalarda bir dənə ön aynasında çırtdaq var, iki yerində Hə, sədəf hepsi. boydadır, elə Hə, böyük odur. deyil. O şitin üstündə də 2 dənə çatı var. Hə. Oturacaqlarda necə? Zədə yoxdur ki? Yox, yox, heç nə yoxdur. Oturacaqlar. Oturacaqlar yoxsa dediniz təzə düzəltdirmisiniz? Təzə öz zavod silinlərdir. Üstündəki çukolu çıxartmışam, altındakı salamatdır. Aynalar düymə ilə qalxır. Aynalar podyomnikdir. Qabaq Yaxşı aynalar deyirlər. podyomnikdir. Hamısı ürəyin istəyəndir. Pultu da var da. Var, pultu da Qapılar var, açıq. qapı, bagaj pultu. Bahalıdır aparatura sistemi? Aparatura deyəndə maqnitofon kolonkadır. Yəni suluter sistemi yoxdur. Yəni səsi yaxşıdır. Ya ürəyin istəyəndir, 6 dənə orijinal kolonkası. Maşınımızın dəyəri neçə? 8600-ə deyirəm. Yəni belə real alıcı olsa razılaşarıq. Bütöv 8-ə vermək olmaz. Yox, yox. Ziyan Sonra eləyir hə onda o şey. faşlı 8-i keçib mənim üstümdə. Hara gəlsinlər? Şəmkirə. Uğurlar arzu edirəm. Çox sağ qardaş. olun, Uzaq çox yol sağ olun. gəlmisiniz. Çox İnşallah elə bu günləri burada satarsınız. İnşallah. Siz də sağ olun. Oldu. Qardaş Allah bazarı versin. Çox sağ ol, Allah razı olsun. Deyim maşınımızı 2005 istəyən dayımız da var. 7000-ə deyirəm. Çox sağ ol. Çoxdur belə istəyənlər. Soruşdu Bəli, getdi. bəli, bəli. Veriblər də pul. Aha. Atam qoymayıb, verməyə. Atan vermədi. Bəli, bəli. Buyur məlumat ver bilək necə ol yetdi bu maşın? Maşın 2005-dir. 92 min probeki var. Motor hələ susalı dəymir. Hə. Dəyişən detalı yoxdur. Karbüratordur özü. Bəli, bəli. Kraska bir dənə var, yanlarda kraska var. Damıdır, kapordudur, dal kapordudur, poludur, qapılar arasıdır. Öz Nə vaxtda kraskası. sizindir bu maşın? Bunu belə deyək də 2005-dən babam götürübdü. Özümüzdə olub da demək olar. Yəni göz qabağında olma maşın. Hə, indi də sən özəlləşdirmisən, istəyirsən Bəli, bəli, satasan. bəli, bəli. Çoxdan da sürdüyüm maşındır. Sürürəm də, şikayətim də yoxdur. Mühərrik 06. Bəli, bəli. Necədir vəziyyəti? Super. Yağ azaltması çoxdur. Qəti. Nə zaman yığdırdınız? Nəyini? Motorunu. Motoru yığılmıyor hələ. Motor hələ əldə Bəli, bəli, əl dəymir. Zəmi onda dəyişən şey proxatka, mıraxatka dəyişib belə şeylər. Karobka necə? Karobka super. 5-dir. Bəli, bəli. Atma yoxdur. Xeyr. Diferdə Heç səs. səsi yoxdur. Polda necə? Çürük yoxdur ki. Xeyr, xeyr, sürü yoxdur. Danqırat yerləri salamat. Hamısı özününkidir, zavoddur. Peredokun səsi necə? Qəşəngdir, superdir. Səs sat yoxdur. Təkərlər də yaxşıdırmı? Bəli, bəli. Normaldır. 4 aydır vurulduğu təkər. Dəyişilən deyirsiz yoxdur. Xeyr, olsa maşın paydı bazarda. Kraska vuruldu. Kraska yanlarında. Tam kraskası yoxdur hətta. Damıdır, stoykadır, hamısı bunlar hamısı öz kraskasıdır. Aynalar salamatdır. Bəli, bəli. Milyonkasının sümləri. Şitdə necə? Çatı Zədəsi yoxdur heç ki. nə yox. Öz Oturacaqlar sistemi- necədir? Öz zavod sistemi vardı. Cırığı söküyü yoxdur. Xeyr, xeyr, tərtəmiz. Özünün radnoy çuxurları üstündə. Aynalar düymə ilə mi qalxır? Bəli, bəli, ruskadan. Əllə? Bəli, bəli. Pultu var. Xeyr, senter zamandır, buradan bağlan. Qiymət neçə? 7000-ə deyirəm. Alıcı olsa aşağı yeri var. Təxmin nə qədər? Bir 500 manat endirmə eləyək. Xeyr. 6700-dür sonu. Hansı rayondadır? Ağdaş rayon. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Siz Allah də razı sağ olun olsun. qardaş. Qardaş Allah xeyir versin. Sağ ol, çox sağ ol. Mercedes A-Class. Bəli, Mercedes A-Class 1999-cu il 1.6 sadə motordur, sep motordur. Avtomat korobka, Tiptronic, sizeniya qızdırıcı, kondisioner, lyuk,
Maşında işləməyən funksiya yoxdur. Maşallah olsun. Maşında, Maşınınız bəli, çox sağ kiçik olun. olsa da böyük imkanları var. Bəli, çox geniş imkanları var. Hal-hazırda bütün funksiyaları işləkdir. Heç bir nasazlığı yoxdur. Siz nə vaxtdan işlədirsiniz? Bir ildir məndədir maşın, öz adımadır. Texniki baxış sığorta ilin əvvəl keçib. Bu qədər. Xərcləriniz nə oldu alandan sonra? Xərclərim rulaboy kolonkanı dəyişmişəm. Bir də periodokun yığdırmışam, motorun, karovkanın yağını dəyişmişəm. 300 mini keçibdi. Mühərrik açılıb yığılıb yoxsa Xeyr, əl dəyməyibdi? xeyr, Yağ azaltması necə? xeyr, heç nə yoxdur. Səsi də yaxşıdır mühərrikin? Hər bir normaldır. Motor, bu karovkadır. Avtomat korobkadır? Bəli, avtomat Gecikmə korobka. yoxdur ki? Heç bir problem yoxdur. Ön çəkirmi bunlar yoxsa? Bəli, ön çəkir. Periodokda vəziyyət necədir? Tam ideal. Qranatların səsi küyü Heç yoxdur bir ki? yoxdur. Hansı ustada, servisdə yoxlatdıra bilərsiniz. Təkərlər də yaxşı. Bəli, təkərlər normal. Təzə. Polda zədəsi yoxdur, çürüyü, pası. Heç bir. Üstü görsənən kimi maşının altıdır. Dəyişənlər nə var? Maşında heç bir detal dəyişilmir. Qapı, kril, kapot tam Heç də, sözünü. hamısı özünküdür. Kraska vurulub amma. Cüzi yerlərinə vurub. Qabaq kapota kraska vurmuş. Hətta zavod kraskası var deyir. Bəli, zavod kraskası. Luk mu var yoxsa nədir? Bəli, lük var. Motorunda nasazlıq var. Lükün. Elə biləm germetik alan bağlanıb. Bəli. Qəşəng. Maşınımızın aynaları Aynaları dördü də düymə iləndir. düymə iləndir, bəli. Hamısı da işlək vəziyyətdədir. Şit də yoxdur ki, qırıq çatışdı. Xeyr, heç nə yoxdur. Monitor sonradan quraşdırılır. Bəli, monitor sonradan quraşdırılır. Bahalı monitordur. İşləkdir hal-hazırda. Parça salondur mu yoxsa Dəri çolludur? salon. Dəri salondur. Salon, bəli, Zədəsi yoxdur oturacaqlar. Heç bir zədəsi yoxdur. Sadəcə üstdən üzlü çəkilir. Sidena qızdırıcı İşləyir, hamısı vardı işlək vəziyyətdədir. Əllə idarə olunur mu oturacaqlar yoxsa düymə ilə? Əllə. Əllə Bəli, idarə. əllə Kondisioner də var. Bəli, işləkdir. Qəşəng. Maşınımızın qiyməti də Maşınımızın qiyməti 7000 manat. 7-yə deyirsiniz. Bəli. Endirim də var yəqin ki. Endirim olar, bəli, təbii ki. 6-5-ə istəsələr 6-5-ə bəli son qiymət vermək olar. hara gəlsinlər görmək üçün? Tərtər rayonu. Uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirik. Siz də sağ olun. Əziyyət Sağ olun. Əməoğlu, Allah xeyir versin. Sağ ol, sağ ol. Mercedes A-Class. Bəli, bəli. Bu maşınlar bu bazarda az tapılandı amma bu gün ikisini tapmışıq. Hə, yox. Var, bazarlarda olur, amma tək olur da, nə belə. Ekonomik maşınlardır. Ekonom maşındır. Yaxşı maşındır. İli neçədir? 2000-dir. 2000-ci ilin maşını. 2000-ci ilin maşınıdır. Çoxdan işlədirsiniz yoxsa? Baş düşdü 10 il. 10 ildir bizdədir. Tex pasportunun adımız adı. Qəşəng. Yəni 300 min hələ olmuyor. 280 Yox. min. Yox, biz alanda 100 neçə min idi. Onu belə biz işlətmişik. Kraska zat bu ferinə kimi kraska deyil. Xərc qoymuşsun maşına yoxsa? Heç döndüm 10 ildə nə bilim nakladkadır, yağıdır, nə bilim belə işlər Təbii olur. ehtiyaclar. Hə, hə. Yəni Mühərriki deyirəm görüm yığdırmısınız. Yox, yox. Elə Mühərrikin əl dəyməyib. əl dəyməyib. Sep olur mu? Remen olur mu bunlar? Burada remen. Bir dörd motor. Motorun vəziyyəti yaxşıdır. Qəşəng, super. Yağ azaltma yoxdur. Yox, yox, qətiyyən karovka, mexanika. Korobkada mexanikadır. Hə, yəni 5 olur da önə. 5. Atma yoxdur ki. Yox, Ön çəkir. ön çəkir. Qranatlarda vəziyyət necə? Super. Yağlanıb eləyibdi qranatları. Səs küyü yoxdur ki. Yəni vaxtında yağındadım vurur. Təkərlər də yaxşıdır. Təkərlər də normal. Yəni maşının çəkilişdə gördün, yəni maşının içinin sənəti, kitabı, o zavoddan buraxılan hər şey var. Altında Yəni- zədəsi yoxdur. Yox, Kolunda. yox. Yox, Altı biraz qətiyyən. alçaq deyirəm. Yox, qətiyyən, Dəyib yəni dağlar. Dəyişilənlərini də deyin də. dəyişilən ancaq nakladka, nə bilim Yox, belə. qapı, krel, dəmir hissələrinə. Yox, kraska dəyməyib maşın. Ha, heç kraskası da yox deyirsən. yəni boya dəyməyib, rəhlənməyib. İl neçə idi Zavoddan maşınınızın? 2000-dən indiyə. İndiyə. 24 il, 25 il hətta. Asır. Deyir qardaş da istəyir. Sonu 6-8. 2000. Kondisioner, nə bilim. Maşınımız istəyən qardaşımız da var. Maşınımızın hazırda kozmetik işi var elə bilirəm, hə müəyyən yerlərində. Yox, yüngül o var. kosmetik deyəndə, yəni belə hardansa daş dəyib, belə Kraskası yüngül var. müəyyən yerlərində qopan yerlər. Daqları var belə, o da heç
Yəni öz kraskası Gözəlləşdirmək istəyən üçün yəni lazım ola O bilər. elə belə nəsə belə yüngülvarı nəsə eləyər, bəlkə də çıxan düşüyünə zadı ilə ora bura toskalara kraska vurar. Aynalar elə biləm yaxşıdır, təmizdir. Hamısı özünündür. Bir dənəsində dəyişən söhbət yox. Şit də təmizdir, qırıq-çat Şit də yoxdur. təmiz. Ön aynalar Yəni düymə ilə mi ikinci- qalxır? İkinci, üçüncü maşın kimi sürülüb bu maşın. Ön aynalar deyirəm düymə iləndir yoxsa? Yox, onlar mexanikadır, qabaqlar düymə ilə. Hətta önlər deyirəm Hə. ha. Hə, qabaqlar. Maşınımızın deməli oturacaqlarını görə bilmirik, Yox, o çixollanıbdır. çixol çəkilibdi, amma öz zavodskoy çixolu yəni Parçadır. parçadır, superdir. Yəni elə o kirlənməmək üçün, belə xarab olmamaq üçün o üzlükləri çəkmişik. Kondisioner Yəni, işləyir belə, deyirsiniz. kondisioner super. Qəşəng. Yanacağı nə qədər yandırır? Yanacaq 5-dən də əl aşağı düşür. 4-8 nə qədərdir belə. Qiyməti də deyirsiniz. Qiymət yəni yuxarı deyirəm, yəni sonu 6-8. 6-5 istəyən olsa nə deyək? Yəni sonun dedim də mən. Hə, Yəni verməyə, elə Hə, mi? yəni Hardadır ola bilər orada maşınınız? bir davernusad nəsə şey eləmək olar. Yəni belə hal-hazırda 7-3-ə deyil. Hardadır maşınınız? Bərdədə, şəhərdə olur. Uğurlar arzu edirəm. Çox sağ ol, minnətdaram. Siz də sağ olun. Mən də